Mingəçevir Dövlət Rəsm Qalereyasında təqaüddə olan müəllim Azərbaycan xalq sənətinin yaşadanlardan biri 79 yaşlı Minayə Məmmədovanın yaradıcılıq sərgisi nümayiş olunub. 50 il pedaqoji sahədə çalışan və təqaüdə çıxdıqdan sonra yaradıcılıq işləri ilə məşğul olan müəllim bu gün də yorulmadan fəaliyyətdədir. Yaradıcılıq sərgisinin təşkil edildiyi Mingəçevir Dövlət Rəsm Qalereyasının direktoru Böyük kişi Adil Bəyli təqaüdçü xanımın sənət əsərləri ilə bağlı geniş məlumat verib. O bu gün Minayə müəllimənin belə gözəl əl işlərinə baxdıqca hər kəsin fərəh hissi keçirdiyini bildirib. Daha sonra geniş foyedə təşkil olunan sərgiyə baxış keçirilib. Xüsusilə tikmə, quranma, müxtəlif rəsm əsərləri diqqətləri daha çox cəlb edib. Yaşının bu çağında yorulmadan xalq sənətini yaşadan Minayə Məmmədova təsərrüatlarını əməkdaşlarımızla da bölüşüb. Uzun müddət Mingəçevirdə təhsildə işləmişəm. İndi təqaüddəyəm. Təqaüdə çıxandan sonra boş dayanmamışam. Analarımızın öyrətdiyi qədim tikişlərdən, əl tikişi, qurama tikişi, rəsmlər, onlarla məşğul olmuşam. Cavan uşaqlara, tələbələrə, şagirdlərə nümayiş elətdirmişəm həmişə. Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil edilən Minayə Məmmədovanın Azərbaycan xalq sənətinin yaşadanlar adlı yaradıcılıq sərgisində 300-dən çox əl işi nümayiş olunur. Qeyd edək ki, yaradıcılıq sərgisi aprel ayının ilk 10 günlüyünə qədər davam edəcək. Günel Zülfüqarova, Rahim İbrahimoğlu, bugün informasiya proqramı üçün.